Salam əziz və dəyərli izləyicilər, çox hörmətli MİQ və sertifikasiya imtahanına hazırlaşan dəyərli müəllimlər, hörmətli abituriyentlər. Bu günləri mən Azərbaycan tarixi fənnindən ərəb işğal dövrü, ərəblərin Azərbaycan torpaqlarının işğalına başlanması və işğal dövrünə aid məlumatları mövzunu sizə izah edəcəm. İzaha keçməmişdən öncə onu qeyd edeyim ki, bu izaha mən özümün müəllifi olduğu Azərbaycan tarixi 1-ci hissə vəsait, abituriyent MİQ və sertifikasiya hazırlığı vəsaitindən konspekt tipli vəsaitdən keçirəm. Özü də görürsünüz ki, bu konspekt daha qısa, konkret və daha yadda qalandır. Əlavə məlumatların olmadığı, bütün əsas məlumatların yer aldığı bir kitabdır. Kitabı əldə eləmək üçün demək, kitab mağazalarına və yaxud da bildiyiniz və səhifəmdə paylaşdığım nömrə ilə mənimlə əlaqə saxlaya bilərsiniz. İzaha keçməmişdən öncə onu da qeyd edeyim ki, bu tərzdə videoların və dərs izahlarının davamını istəyirsinizsə, kanalıma abunə olmağı, videoları bəyənməyi və paylaşmağı unutmayın. Başlayaq dərsimizin izahına. Ərəb işğalları. Əziz və dəyərli izləyicilər, biz bilirik ki, ərəblər, ərəb dövləti 630-cu ildə meydana gəlmiş bir dövlətdir. Məhəmməd Peyğəmbər tərəfindən. Peyğəmbər 630-632-ci illərdə ərəb dövlətini idarə edir. Ondan sonra isə ərəblərdə xəlifələr dövrü başlayır. Rəşidi xəlifələr dövrü. Bu dövrdə 632-661-ci illərə əhatə edilir. Məhz ərəblər Azərbaycan torpaqlarının işğalına Rəşidi xəlifələrin dövründə başlamışlar. Keçək izaha. Əzizlər, 633-cü ildə ərəblər İraq və Şam ərazilərini işğal edirlər. İraq və Şam əraziləri əslində Azərbaycan torpaqları deyil. Sadəcə kitabda bu məlumat verildiyi üçün mən də sizə çatdırıram bu məlumatı. İraq və Şamın işğalından sonra Azərbaycana doğru hərəkət etməyə başlayırlar. 639-cu ildə ərəblər Qəzvin şəhərini ələ keçirirlər. Qəzvin Azərbaycan torpağıdır və Qəzvin işğalı ilə ərəblər Azərbaycan torpaqlarının işğalına başlayırlar. Sual düşər ki, ərəblər nə vaxt Azərbaycan torpaqlarının işğalına başlayıblar? 639-cu ildə. Hansı hadisə ilə? Qəzvinin işğal edilməsi ilə. Həmin vaxt Azərbaycan Sasanilərin tərkibində idi, Sasani işğal altında idi. Ərəblər Azərbaycanı işğal eləmək üçün Sasaniləri məğlub eləməli idilər. Ona görə də ərəblərin Azərbaycan uğrunda Sasanilərlə müharibəsi başlayır. 642-ci ildə baş verən Nahəvənd və Həmədan döyüşlərində ərəblər Sasani qoşunlarını məğlub edirlər və bu döyüşlərdən sonra Nahəvənd və Həmədan şəhərlərini ələ keçirirlər. Nahəvənd və Həmədan döyüşləri, bu döyüşlər ərəblərin Azərbaycan torpaqlarının işğalını genişləndirməsinə səbəb olur. Diqqətlə qulaq asın. İşğalın başlanğıcı Qəzvinin tabe edilməsidir. İşğalın genişlənməsi isə Nahəvənd və Həmədan döyüşləri nəticəsindədir. Yəqin ki, anladınız. Əziz və dəyərli izləyicilərim, ərəb işğalı dövründə Azərbaycanda bir canişin var idi, Sasani canişini, Mərziban İsfəndiyar ibn Fərruxzad. Bu adam Cənubi Azərbaycanın hakimi idi və Cənubi Azərbaycan hakimi kimi təbii ki, ərəblərə qarşı mübarizə aparmalı idi. İqamətgahı Ərdəbil şəhərində yerləşirdi İsfəndiyarın və İsfəndiyarla bağlı olan məsələlərdir. Hətta döyüşlər belə Ərdəbil yaxınlığında, Ərdəbildə baş verib. 643-cü ildə Ərdəbil yaxınlığında baş vermiş Cərmidan döyüşündə İsfəndiyarın başçılıq etdiyi qoşunlar ərəblərə məğlub olur. Bir növ Sasani qoşunu idi, Sasanilərə tabe olan Azərbaycan qoşunu idi. Və Cərmidan döyüşündən sonra ərəblər Cənubi Azərbaycanın işğalını bitirirlər. Artıq 643-cü ildə ərəblər Cənubi Azərbaycanın işğalını bitirdilər. Hansı hadisə nəticəsində? Cərmidan döyüşü nəticəsində. Cərmidan döyüşündən sonra 643-cü ildə Ərdəbildə müqavilə imzalanır. Elə ona Ərdəbil müqaviləsi deyirlər. Müqaviləyə əsasən 1. Cənubi Azərbaycan əhalisi imkan daxilində cizyə vergisi verməli idi. Yəni can vergisi verməli idi. İkinci şərt bu idi ki, qadınlar, uşaqlar, yaşamaq üçün heç nəyə olmayanlar, xəstələr, dünya malından heç nəyə olmayanlar can vergisindən, yəni cizyədən azad olunurdular. Üçüncü şərt də bu idi ki, ərəblər əhalinin əmlakına, adət-ənənələrinə qarışmayacaqlarına söz verirdilər, təminat verirdilər. Bu müqavilə ilə artıq Cənubi Azərbaycan rəsmən ərəblərin işğalı altına keçdi. Amma Cənubi Azərbaycanlılar ərəblərə tabe olmaq istəmirdilər.
tabeçilikdə qalmaq istəmirdilər. Ona görə 644-45-ci illərdə ərəblərə qarşı Cənubi Azərbaycanda üsyan baş verir. Elə bu üsyana da biz Ərdəbil üsyanı deyirik. Üsyan xəlifə Osmanın göndərdiyi qoşunlar tərəfindən yatırılır. Əzizlərim, bu ərəb xilafətinə qarşı baş vermiş ilk üsyandır ya. Azərbaycan torpaqlarında məhz 644-45-də Ərdəbildə baş verən üsyan ilk üsyan hesab olunur. İlk üsyan hesab olunur. Bunu yadda saxlayın, bunu qeyd eləyərsiniz üstün. Bu ilk üsyandır. Nə deməkdir ilk üsyan? Yəni artıq bu üsyandan ərəblərə qarşı Azərbaycanda üsyanların başlanğıcı qoyuldu. Bu üsyan Azərbaycanda ərəblərə qarşı baş vermiş ilk üsyan hesab olunur. Bunu yadda saxlayarsınız. Keçək digər məsələ. Uşaqlar, ərəblər Cənubi Azərbaycanın işğalını bitirəndən sonra növbə haranındır? Şimalın. Şimali Azərbaycana girirlər 643-cü il Cərmədan döyüşündən sonra. Və Şimali Azərbaycanda ərəblərin ilk hücum hədəfi Dərbənd olur 643-cü ildə. Həmin dövrdə də Dərbənd hakimi Şəhriyar idi. Şəhriyar görür ki, Dərbənd hakimi kimi qoşunum azdır, müqavimət göstərə bilməyəcəyəm. Ona görə nə edir? Ərəb dövləti ilə müqavilə imzalanır, razılaşma əldə edir. Elə bu müqaviləyə Dərbənd müqaviləsi deyirlər. Müqavilənin şərtinə əsasən Müqavilənin şərtinə əsasən Dərbənd əhalisindən Dərbənd səddini qorumaq müqabilində ərəblər cizyə almayacaqdılar. Yəni ərəblər belə razılaşdılar ki, Şəhriyarla ki, sizin qoşununuz Dərbəndi qorusun, bunun müqabilində siz cizyə verməyəcəksiniz. Və bu müqavilə ilə, bu şərtlərlə 643-cü ildə Dərbənd də ərəblərin işğalına məruz qaldı. Şimali Azərbaycanda ərəblərin tabe etdiyi ilk ərazi Dərbənd hesab edilir. 644-cü ildə ərəblər Muğan əhalisi ilə razılaşdılar. Razılaşma Muğan əhalisinin baş bilənləri ilə ərəblər arasında oldu. Razılaşmanın şərtləri də burada konspektdə vermişəm. 1. Əhali həddi buluğa çatmış hər bir şəxs cizyə verməli idi. 2. Ərəblərə ehtiramla davranmalı idi əhali. 3. Ərəblər azanda yol göstərməli, bir neçə gün qonaq eləməli idilər. 4. Əgər əhalidən hər hansı bir əhdi pozardısa, həmin o əhdi pozan fitnəkar təhvil verilməli. Əgər təhvil verilməyəcəkdirsə, bütün əhaliyə aman verməyəcəkdir ərəblər, yəni cəzalandıracaqdılar o bir nəfərə görə. Bu şərtlərlə Muğan da ərəblərə tabe oldu. Daha sonra 644-cü ildə Tiflisi ərəblər tabe edirlər. Tiflisə tabe edilir. 643-44-cü illər ərəblərin Azərbaycana ilk yürüşləri, Şimali Azərbaycana ilk yürüşləri Xəzərlərin müqavimətinə səbəb olur və Xəzərlərə məğlub olmaları ilə başa çatır. Onlar Xəzərlərə məğlub olub geri qayıdırlar. İndi birazdan mən Xəzərlərə hansı döyüşdə məğlub oldular, onu Xəzərlər müharibələri bölməsində deyəcəm sizə. Narahat olmayın. Belə yada saxlayın. 643-44-cü il Şimali Azərbaycan ərəblərin ilk yürüşü Xəzərlərə məğlub olub geri çəkilmələri ilə nəticələndi. Ümumilikdə ərəblərin Azərbaycana ilk yürüşü, bayaq dedim Şimali Azərbaycana ilk yürüşləri. Ərəblərin Şimali Azərbaycana ilk yürüşləri Xəzərlərə məğlub olub geri çəkilmələri ilə nəticələndi. Amma ərəblərin bütöv Azərbaycana 639-cu ildən başlayan yürüşlərin nəticəsində Cənubi Azərbaycan tabe edildi. 643-də hamısı Xəzərin qərb sahilləri ilə Dərbəndə qədər olan hissəni tabe elədilər. Vəssalam. 639-dan başlayan ərəblərin Azərbaycana yürüşləri Cənubi Azərbaycanın tam tabe edilməsi ilə nəticələndi. Şimali Azərbaycanda da Xəzər sahili boyu Dərbəndə qədər olan ərazi tutuldu, qalan ərazilərimiz qaldı. Niyə? Çünki Xəzərlərə məğlub oldular axı. Xəzərlərə məğlub olub geri qayıtdıqları üçün Şimali Azərbaycan hələ qalmışdı. Demək, ərəblər Şimali Azərbaycanın tam tabe eləyəcəklər 667-ci ildə Girdiman dövlətinin müstəqilliyini, xarici müstəqilliyinə son qoymaqla daxili müstəqilliyin saxlayırlar ancaq. Bunu da yada saxlayın. Girdiman dövlətini özlərindən asılı salmaqla 667-ci ildə Şimali Azərbaycanın da işğalını bitirəcəklər. Hələ ki 667-ci ilə qədər ərəblər Şimali Azərbaycanın işğalını biraz belə deyək də təxirə saldılar. Ərəblər ilk işğalları dövründə İslam dininin qaydaları ilə, əhali ilə xoş münasibətlər göstərdilər, xoş davrandıqları üçün əhali də ilk dövrlərdə onlara qarşı o qədər də ciddi müqavimət göstərməyib. Bir dənə elə 644-cü ildə, 45-ci ildə baş verən Ərdəbil üsyanı var, vəssalam. Digər başqa üsyan yoxdur hələ ki. Niyə? Çünki ərəblər xoş münasibət göstərirdilər hələ ki Azərbaycan əhalisinə.
Danışaq indi Xəzər-Ərəb müharibələrindən. Xəzər-Ərəb müharibəsi sonda Xəzərlərin məğlub olması, ərəblərin qalib gəlməsi ilə bitir. Ərəblər sonda qalib gəlirlər. Şimali Azərbaycan uğrunda olub bu müharibə. İlk döyüşü 643-də baş verən 1-ci Bələncər döyüşüdür. Burada Xəzərlər qalib gəliblər. 10 il sonra 653-cü ildə 2-ci Bələncər döyüşü baş verdi. Yenə Xəzərlər qalib gəldilər. 722-ci ildə 3-cü Bələncər döyüşü baş verdi. Burada da ərəblər qalib gəldilər. 731-ci ildə Savalan döyüşü baş verdi. Yenə burada Xəzərlər qalib gəlirlər. Və müharibənin taleyini həll edən döyüş 8-ci əsr 30-cu illərdə baş verən Hilat döyüşüdür. Təqribən 736-37-ci illərdə baş verən Hilat döyüşüdür. Hilat döyüşündə ərəblər Xəzərlərə hücumunu dayandırırlar və Xəzərləri məğlub edirlər. Və bu qələbədən sonra ərəblər Xəzərləri Azərbaycandan çıxardırlar. Bunu da deyim sizə, bu fikrimdən çıxdı. Savalan döyüşü 31-ci ildə oldu ya, orada qalib gələn Xəzərlər Diyarbəkiri və Mosulu ələ keçirmişdilər. Amma Hilat döyüşündə ərəblər qalib gəlib Xəzərləri tutduqları ərazilərdən çıxartmağa və Azərbaycandan çıxartmağa nail oldular. Xəzər-Ərəb müharibələri tamamilə 8-ci əsrin axırlarında bitir. Sonda Xəzərlər məğlub olurlar. Xəzərlərin Azərbaycana 8-ci əsrin axırlarında hücumlarına son qoyulur. Və ərəblər qalib gəlirlər, Xəzərlər İslam dinini qəbul edirlər. Xilafət dövründə Azərbaycan ərazisi. Əzizlər, xilafət dövründə Azərbaycan ərazisinin şimalına, Şimali Azərbaycana, yəni Araz çayından Dərbəndə qədər olan hissəyə Arran adı vermişdilər. Ərəblər Arran deyirdilər. Azərbaycanın sərhədlərini necə müəyyənləşdirmişlər? Azərbaycan torpaqları ərəb işğal dövründə Dərbənddən, şimalda Dərbənddən, cənubda Zəncana qədər olan hissəni əhatə eləyirdi. Həmin hissəyə ərəblər Azərbaycan və yaxud da Adurbaqan deyirdilər. İndi xilafət dövründə idarəçilik məsələlərinə baxaq. Əziz və dəyərli izləyicilərim, Ərəb ağalığı dövründə Azərbaycanda bütün hakimiyyət ərəb canişinlərinin, yəni əmrin əlində idi. Ərəb canişininə əmir deyirdilər. Ərəblərin Azərbaycanı işğal etdikdən sonra Azərbaycan və Qafqazın tabe edilmiş bölgələrini bir əmirliyə daxilləmişdilər. Ona dedilər Qafqaz əmirliyi. Canişinliyə daxilləmişdilər. Həmin o əmirliyin, canişinliyin iqamətgahı Dəbil şəhəri idi. Ərəblər işğal etdiyi Qafqaz torpaqlarını və Azərbaycanı bir əmirliyə daxil ediblər. Cənubi Qafqaz canişinliyi və yaxud da Cənubi Qafqaz əmirliyi deyirlər həmin əmirliyə. Həmin əmirliyin ilk mərkəzi Dəbil şəhəri olub. İlk vaxtlarda ərəblər yerli əyanlardan idarəçilikdə geniş istifadə ediblər. Sonradan isə yavaş-yavaş yerli əyanları sıxışdırıblar. 8-ci əsrin əvvəllərində Qafqazda yerləşən ərəb canişinliyi dəyişikliyi olur biraz idarəçilikdə və Qafqazda yerləşən ərəb canişinliyinin mərkəzi Dəbildən Bərdəyə köçürülür. Olur canişinliyin mərkəzi Bərdə. Həmçinin də 8-ci əsrin əvvəllərində Qafqazın idarə olunmasında edilən dəyişikliyə görə bütün Qafqaz Azərbaycanın cənubundan başqa, Azərbaycanın cənubu daxil deyil ha. Azərbaycanın cənubu istisna olmaqla, istisnadır. Bütün Qafqaz Şimali Azərbaycan daxil bir əmirliyə daxil edilir. Əvvəllər Cənubi Azərbaycan da Qafqaz əmirliyinin, Qafqaz canişinliyinin tərkibində idi. Amma 8-ci əsrin əvvəllərində Azərbaycanın cənubunu çıxartdılar canişinlikdən və Qafqazı və Şimali Azərbaycanı bir dənə canişinliyə daxil elədilər. Ərəb işğalı dövründə əmir hərbi başçısı idi, komandan idi, adi vaxtlarda komandan idi. Demək, müharibə vaxtı ordu komandanı olurdu, adi vaxtda da vilayətləri idarə edirdi. Vilayətlərin başçısı idi əmir. Amil vergi yığılmasına nəzarət edən məmur idi. Qazi, hamı bilir də bu qazi hakimlərə deyirlər də, qazı. Qazi yox ha, yox, qazı. Qazı məhkəmə hakimləri idi. Xilafət dövründə Azərbaycan ərazisi, ümumiyyətlə nəinki Azərbaycan, bütün xilafət ərazisi inzibat cəhətdən əmirliyə, mahala, məntəqəyə və kəndə bölünüb. Hamısı 12-12 bölünüblər. Hər əmirlik 12 mahala, hər mahala 12 məntəqəyə, hər məntəqə 12 kəndə bölünüb. Bunu da bildik. Danışaq indi ərəblərin köçürülmə siyasətindən. Təbii ki, bütün işğalçı dövlətlər öz işğal etdikləri ərazidə mövqelərini möhkəmləndirmək üçün, özlərini daha yaratmaq üçün köçürülmə siyasətindən istifadə edirlər. Ərəblər də bundan istifadə ediblər. Ərəblər Azərbaycanı tutandan sonra Küfədən, Bəsrədən və Suriyadan ərəb tayfalarını köçürdüblər Azərbaycana və mühüm şəhərlərdə Dərbənd, Bərdə, Beyləqan, Dəbil, Tiflis, Ərdəbil, Təbriz
və digər mühüm strateji məntəqələrdə həmin ailələri məskunlaşdırıblar. Məskunlaşmanın səbəbi isə özlərinə dayaq yaratmaq idi. Ərəb işğalı dövründə xüsusi hərbi məskənlər yaradılmışdı Azərbaycanda. Bu məskənlər rabatlar adlanırdı. Rabat nə oldu? Hərbi məskənlər. Əziz və dəyərli izləyicilərim, növbəti hissə xilafətə qarşı üsyanlar hissəsidir. Mən isə bu hissənin izahını ayrıca bir mövzu kimi YouTube kanalında paylaşmışam. Ona görə də onu izah eləmirəm. Xürrəmlər Hərəkatı bölməsinə, dərsinə, video izahına baxarsınız. O da bu dərsin davamı olacaq. İzahım bu qədər. Diqqətinizə görə minnətdaram. İnşallah ki, bu izah sizə bu dərsi daha da aydından, daha da yaxşı öyrənməyə yardım eləyəcək. Çox sağ olun, təşəkkürlər.